mənə eşek kimi minib çapıb, iş vermir. Hər yerə yazmışam. Yaltaqlana, qorxa yazmışam. Daha mən əvvəlki adam deyiləm. Gör çatlasın o yaltaqlığı bizə örgədəni. Gör və gör olsun. Kim örgədib? O qorxaqlığı, o yaltaqlığı örgədəni gör olsun. Gör çatlasın. Daha mən həminki adam deyiləm. Eşek kimi miniblər mənə əlildir. İş vermiblər, vaksini zorla vurdular. 8 il pensiyamı, bu oğru hakimiyyət 8 il pensiyamı uğuruyub. İşləmək hüququmu gəmirib. Gəmirici hakimiyyət. Bütün haqlarımı, bütün hüquqlarımı gəmirib. Özləri mış kimi yeyirlər, mış kimi uğuruyurlar, aparıb ora dürtürlər, saxlayırlar. İşlər çıxanda da, pensiya çıxanda da xımır mış kimi yeyirlər. İndi mən eşek kimi işləmək istəyirəm. Ayın axırında da yaxşı maaş almaq istəyirəm. Özümə belə silikon dodaq düzəltmək istəyirəm. Hə, birinci xanım niyə var? O örnəkdir bizə. O nümunədir. Bəli, biz də istəyirik. Vitse-prezidentimiz Mehriban Əliyeva kimi mən də silikon dodaq düzəltmək istəyirəm. Yaxşı maaş istəyirəm. Yaxşı maaşa eşek kimi işləmək istəyirəm. Mən deməli, mən tələb eləyirəm. Beynəlxalq heyvanların müdafiə qrupları var. Orada kömək istəyirəm. Bu yaxınlarda Xəzərin sahilində 1500 suiti ölmüşdü, qırılmışdı. Bilmirəm, dərman töymüşlər, neyləmişlər. Onu bütün beynəlxalq heyvanların müdafiə qrupları ayağa qalxdı ki, bu suiti niyə qırıblar? Niyə öldürüblər? Yəni mən də eşşəyəm. Suiti, yox, eşşək suitindən pis heyvandı mı? Suiti elə müdafiə eləyirlər, eşşəyi müdafiə eləmirlər. Eşşək pis heyvandı mı? Suitidən pis heyvandı mı eşşək? İndi mən nə istəyirəm? Mən eşşək kimi işləmək istəyirəm. Gəlsinlər mənə tutsunlar aparsınlar. Polislər gəlsin mənə əlimi qandalasın aparsın.